Salam dəyərli şagirdlər və dəyərli müdavimlər. Bugünkü mövzumuz Əfsələddin Xaqani Şirvaninin gənclərə nəsihət əsəridir. Gəlin birbaşa əsərin təhlilinə başlayaq və oxu təhlil bitəndən sonra mən yazdığım qeydləri sizinlə paylaşacağam. Deməli, gənclərə nəsihət əsəri belə başlayır. İlk olaraq yadda saxlayaq ki, biz şeiri oxuyanda mütləq şəkildə şeirin hər misrasında yazıcısının nəyi nəzərdə tutduğu, nəyi deməksə bilməliyik. Çünki test sualları bizdən tam olaraq onu soruşur. Məsələn, şeir belə başlayır. Fitnə törətmə, ey fitnəkar cavan. Yəni, şeirimiz fitnəkar cavana, fitnə nə deməkdir? Yəni, qarşılıqlıq salmaq, ixtişaş salmaq, aranı bir-birinə qatmaq, pis niyyətlə iş görmək. Müəllif həmin fitnəkar cavanlara deyir ki, ey fitnəkar cavan, fitnə törətmə. Yəni, xitabla başlayıb əsərimiz. Fitnədir elləri dərdlərə salan. Daha sonra əlavə edir ki, yəni elləri dərdlərə salan, bu günə salan fitnədir. Cana məlhəmsə də vəfa etibar, fitnəkarlıq edər, onu tarimar. Məlhəm dərman deməkdir. Deyir ki, cana dərmandırsa vəfa etibar, yəni bir-birinə vəfaya göstərmək, etibar eləmək cana dərman kimidirsə, fitnəkarlıq o dərmanın da qarşısını alır və bütün bunların qarşısına xətt çəkir. Sonra müəllif hiylə haqqında fikirlərini bildirir. Deyir ki, hiylə oğurluqdur. Xoşsa əvvəli, yəni deyir ki, hilənin əvvəli yaxşı olsa da, yəni uğur əldə eləsən də hiylə ilə bir iş görəndə, amma yadda saxla ki, o oğurluq kimi bir şeydir. Yəni kiməsə hiylə işlədəndə onun haqqına girirsən və ona görə də oğrunun axırda kəsilər əli. İslam dininə görə oğurluq edəndə adamın əli kəsilməlidir müəyyən şərtlər daxilində. Deyir, hiylə də o formadadır. Yəni axırda sənin başına yaxşı iş gəlməz. Yəni hilənin əvvəli yaxşı olsa da sonu pisdir. Daha sonra müəllif deyir ki, nifaq xəstəsisən, nə qədər ki sən, əlac saymaqdan da ziyan görərsən. Nifaq da aranı qarışdırmaq, pis iş görmək deməkdir, fitnə kimidir demək olar ki. Deyək ki, sən nə qədər ki nifaq xəstəsisən, yəni nifaq edirsən, deməli, həmişə də işlərində əlac sayacaqsan və həmişə də bu nifaqdan ziyan görəcəksən. Vəfa küçəsini ev tut yəqin bil, vəfa mənzilidir ən yaxşı mənzil. Yəni, müəllif bundan deyir ki, vəfa küçəsini ev tutmaq məcazdır. Müəllif deyir ki, vəfalı ol və bil ki, vəfalı olmaq ən bəyənilən işlərdən biridir. Bir gün yoxdursa da, kimsə də vəfa, vəsiyyət edirəm, olma bir vəfa. Tez sizdən soruşsa ki, əsərdə müəllifin vəsiyyətinə yer verilir? Bəli, verilir. Müəllif deyir ki, bir gün heç kimdə vəfa olmaz, hamı vəfasız olsa, mən sənə vəsiyyət edirəm ki, sən də onlar kimi vəfasız olma. Yəni, hamının etdiyi şeyi eləmə. Çalış az dostluq etsən də əgər, dostluqda möhkəm ol, sözdə mötəbər. Müəllif deyir ki, çalış az dostun olsun, az dostluq et. Məsələn, test səndən soruşacaq ki, müəllif çox dostluq etməyin tərəfdarıdır. Yanlış fikirdir, tam əksinə. Və dostluqda da az dostluq etsən belə, möhkəm olmalısan. Sözün də bir olmalıdır. Söz deyəndə sözdə mötəbər olmalısan. Daha sonra şeirin davam hissəsində müəllif dost haqqında fikirlər səsləndirir. Və bunlar önəmli mövzulardır. Birinci deyir ki, dostu qovanları yanıva alma, yoxsa gözün ağlar bu əhvalına. Yəni, kimsə dostda xəyanətkarsa, dostu yanından qovursa, dosta hörmət eləmirsə, onu yanıva alma, ondan uzaq dur. Yoxsa axırda sənə də eyni şey eləyəcək. Ona görə də gözün öz əhvalını ağlayacaq, yəni öz gününü ağlayacaqsan. Dostun haqlı vursa birini zinhar, demək ki, layiqdir, çıxma havadar. Yəni, deyir ki, müəllif, dostun kimsə haqlı şəkildə vursa, demək ki, dostluğun vurduğu adam o şeyə layiqdir. Və sən o adamı müdafiə eləmə, dostun qoy işini görsün. Daha sonra, yəni burada əslində demir, dostun gelib kimi vursa da ki, düz edirsən. Deyir ki, yəni keyfiyyətli insan dost kimi seçimsənsə, deməli kimisə buranda bir bildiyi var. Daha sonra deyir ki, dost müttəhim günahkar deməkdir. Dost günahkar edib kimi etsə yanından rədd, yəni kimi uzaqlaşdırsa özündən, günahkar bilib. Qardaşın da olsa önünə sədd çək. Yəni, dostluğun uzaqlaşdırdığı şəxs sənin qardaşın da olsa, ondan sən də uzaqlaşmalısan. Qırsa bir budağı dost hirslənərək, o, cənnət ağacı olsa da əl çək. Yəni, dost deyir ki, qəzəblənib bir budağı qırsa, yəni, məzazdır da bu, belə deyək də. Burada demək istəyir ki, müəllif, dost qəzəblənib bir reaksiya versə, bir iş görsə, bir şeydən uzaqlaşsa, onu uzaqlaşdığı şey cənnət ağacı da olsa əl çəkməz. Yəni, həmin budağı deyir də, misal üçün. Yəni, dost nədənsə uzaqlaşsa, o dəyərli olsa da sən də ondan uzaqlaşmalısan. Yəni, dosta sədaqətli olmağın ən gözəl örnəkləridir bunlar. Daha sonra deyir ki, dostun əkdiyi gül olsa da tikən, çıxarıb yerindən onu atmasan. Yəni, dostun bir gül əkdirsə, o tikan çıxsa gülün yerinə, o tikanı belə yerindən çıxarıb atmamalısan. Sən ona belə dəyər verməlisən. Hə, bu dostluq haqqında fikirlərdir. İndi haqq yolunda görə müəllif nə deyir? Haqq yolunda çalış, o qədər ki, haqq razı qaldığını biləsən mütləq. Yəni, deyir, haqq yolunda, yəni Allahın yolunda o qədər çalış ki, axırda Allahın səndən razı qaldığını biləsən mütləq şəkildə.
Daha sonra deyir ki, bir kiçik adama nəvaziş eləsən, nə qayğı göstərsən kiçik bir adama, sənin böyüklüyün getməz əlindən. Məsələn, test sənə deyəcək ki, müəllif kiçik adamlara qarşı sərhəd qoymağın tərəfdarıdır. Bu yanlış fikirdir. Kiçik adamlara nəvaziş eləməlisən ki, sənin böyüklüyün də yerində qalsın. Daha sonra deyir ki, razılıq etsə də səndən bir nadan, yəni bir nadan insan, yəni hər şey danan, pis insan səndən razılıq eləsə, səni tərifləsə, deyir ki, onun tərifinə çox aldanma. Çünki sən onu tərifləyərsən, onun hərəkətlərinə görə, o buna görə lovğalanacaq, çox sinəsinə vuracaq, özünə daha yoldaşın yox, sənin əmioğlun kimi hesab edəcək. Və buna görə də daha işə boyun qoymaz, işə xidmətə, lovğalar yabancı olur hörmətə. Yəni birinə çox hörmət eləsin, tərifləsən, bundan o qədər sinəsinə döyəcək ki, deməli, özünü yoldaş yox, əmioğlun hesab eləyəcək. Daha sonra isə deyir ki, müəllif, daha boyun qoymaz işə xidmətə, lovğalar yabancı olur hörmətə. Yəni deyir ki, həmin şəxs daha, yəni özü sənə yaxın hiss elədiyi üçün işə xidmətə meyilli olmayacaq və buna görə də lovğa insanlar hörmətə yabancı olur, yəni hörməti başa düşmürlər. Daha sonra müəllif burada qeyd edilir ki, boyun böyüklüyü deyildir gərək, hümmət böyük olsun, bir də ki, ürək. Yəni, boyu insanın boyudur. O önəmli deyil boyun böyüklüyü, yəni fiziki xüsusiyyət önəmli deyil. Müəllifə görə önəmli olan hümmətin, yəni şəxsiyyətin böyük olması və ürəyin geniş, böyük olmasıdır. Daha sonra müəllif ağıl haqqında fikir səsləndirir. Deyir ki, dünyada ağıl tək, yəni ağıl kimi bir ustad varmı? Ağlı ustada bənzədir. Daha sonra deyir ki, o bir qul yanında şagird olarmı? Yəni, ağıl kimi böyük bir ustad, yəni bir qul yanında, yəni dəyərsiz bir şey yanında şagird olarmı səncə? Daha sonra da müəllif öz haqqında danışır. Deyir ki, sənətdə tək olan bu Xaqanidən gəl incə mənalı fikir eşitsən. Yəni özünün sənətdə tək olmasını səsləndirir. Və özünə xitab eləmir. Sadəcə adını hallandırır, təxəllüsünü hallandırır və son beytdə adını çəkmir. Sonuncu beytdən öncəki beytdə təxəllüsünü hallandırır. Qorun pis adamlardan anla ki onlar, əqrəb də kör olar, ilan tək lalkar. Pis adamları müəllif bir qorunmağı tövsiyə edir, iki də ki onları əqrəb kimi kör, ilan kimi lalkar adlandırır. Bu əsərin məzmun xüsusiyyətləridir. Gəlin biraz qeydlərimizlə də tanış olaq. Deməli, xülasə şəklində qeyd edək ki, əsərimiz fitnəkar cavanlara müraciətlə başlayır və fitnə elləri dərdlərə salan deyə hesab olunur. Vəfa etibar cana məlhəmdir, dərmandır. Hilə oğurluğa bənzədilir. Ən yaxşı mənzil vəfa mənzilidir. Heç kimdə vəfa olmasa da sən vəfalı olmalısan. Daha sonra dostluq az etməlisən. Amma dostluqda sədaqətli olmalısan. Dostluq haqqında müəllif 5 bənd qeyd elədi. 1. Dostluq uvanları yanına alma. 2. Dostluq haqlı şəkildə birini vuranda sən onun vurduğu şəxsi müdafiə eləməməlisən. 3. Dost kimi uzaqlaşdırırsa, sən də ona sədd çəkib həmin şəxsi uzaqlaşdırmalısan. 4. Dörd sistem bir budağı qıranda cənnət ağacı da olsa əl çəkməlisən. 5. də dost gül əvəzinə əkdiyi tikan çıxsa da onu çıxardıb yerindən atmamalısan. Daha sonra müəllif qeyd edir ki, haqq yolunda, haqqın, yəni Allahın səndən razı qaldığı qədər çalışmalısan və kiçik adamlara nəvaziş edəndə sənin böyüklüyün əldən getmir. Bu bəndlərə önəm verək. Deməli, bir nadan səni tərifləyəndə onun tərifinə aldanmamalısan. Çünki sən onu öyəndə o lovğalanıb özünü sənə əmoğlu hesab edəcək, yəni yaxın hesab edəcək, yaxınlıq quracaq, işdən də boyun qaçıracaq. Eyni zamanda da belə lovğa insanları müəllif hörməti başa düşməyən kimi qiymətləndirir. Yəni ki, lovğalar yabancı olur hörmətə. Daha sonra müəllifə görə boyun böyük olması önəmli deyil. Yəni insanın fiziki olaraq boyun hündür olması önəmli deyil. Çünki əsas önəmli olan hümmətin və ürəyin böyük olmasıdır. Sonra müəllif ağılı ustad hesab edir və deyir ki, o ağıl kimi bir ustad qul yanında şagird olmamalıdır müəllifə görə. Daha sonra özünü sənətdə tək hesab edir. Öz təxəllüsündən istifadə edir, özünə müraciət eləmir, amma bunu yadda saxlayaq. Və öz təxəllüsünü sonuncu beytdə yox, ondan öncəki beytdə qeyd eləyir. Daha sonra sonuncu beytdə isə pis adamlardan qorunmağı tövsiyə edir və pis adamları əqrəb kimi kör, ilan kimi lalkar adlandırır. Əsərin bu məzmun xüsusiyyətləridir. Forma xüsusiyyətlərinə gəldikdə isə əsərimiz lirik növdədir. Əruz vəzində yazılıb, məsnəvi şəklində qafiyələnib, beyt formasındadır. Bir də 12-ci əsrdə yazılıb, yəni intibah dövrü nümunəsidir və fars dilində yazılıb. Bəs niyə orada məsələn Azərbaycan dilində biz oxuyur? Çünki tərcümə olunub. Bunu yadda saxlayaq. Yəni fars dilli nümunəsidir. Belə, bu önəmli hissələri öyrənəndən sonra artıq bu mövzuda düşən testləri yazacaqsınız. Yəni bir testdən canınız qurtaracaq. Videonu bəyənməyi, kanala abunə olmağı yaddan çıxarmayaq ki, belə videolar qarşımıza tez-tez çıxsın. Hər biriniz dəyərlisiniz. Növbəti çəkilişlərdə mütləq görüşənədək hələlik.